Bu arada əzəli torpaqlara keçmiş məcburi köçkünlərin böyük qayıdışı prosesi dayandırılmadan aparılır. ARV 24-ün əməkdaşı xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 39 ailə köçülüb. Onlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdir. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət ediblər. İki gecədir mən yatmıram. Sevindiyimizdən ki, torpağımız alınıb, torpağımıza gedirik. Alan o şəhidləri Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bütün cavanlara sağlıq versin. Biz də doya-doya gedəyəmizdə yaşayaq. 93'ten gəlmişik, 93'ten çıxmışıq kətdə. İndi də 72 yaşım var. Bugünkü gün bizim sevincimizin həddi hüdudu yoxdur. Artıq 33 ildən sonra biz öz doğma kəndimizə, öz torpaqlarımıza qayıdırıq. Bugün mənim üçün çox sevindirici günlərdən, ən sevincli günlərimdən biri odur ki, mən şagird kimi öz doğma kəndimdən çıxmışam, amma indi bir müəllim kimi öz doğma kəndimdə, məktəbimdə işə qayıdıram. Bu mənim üçün daha sevinclidir.